Bəzən həyatımızın istiqamətini dəyişən qərarlar almalı oluruq. Mənim üçün də bu qərar Bakı Slavyan Universitetində fəaliyyət göstərən sabah qruplarına daxil olmaq oldu. Sabah qrupları sadəcə bir təhsil proqramı deyil. Bu proqram özünü inkişaf etdirmək, fərqli düşünmək və gələcəyini formalaşdırmaq üçün bir imkandır. Comfortable in the city? Relaxing. Yeah, you're right. Bu yol məni Bakı Slavyan Universitetinə gətirdi. Burada bizə yalnız bilik yox, düşünmək, araşdırmaq və yaratmaq öyrədilir. As you remember, what comes to your mind about city? Burada dərslər sadəcə müazirə deyil. Biz müzakirə edirik, araşdırırıq, layihələr hazırlayırıq. Hər bir tələbənin fikri dəyərlidir. Sabah qruplarında biz yalnız nəzəri biliyi əldə etmirik, komanda ruhunu öyrənirik, real problemlərə həll yolu tapırıq. Burada hər gün yeni bir şey öyrənirsən. Bəzən bir kitab, bəzən bir fikir, bəzən də bir müəllimin dediyi cümlə sənə yeni istiqamət göstərir. Sabah qrupları mənə yalnız bilik qazandırmadı. Yeni dostlar, yeni ideyalar və böyük hədəflər qazandırdı. Sən sadəcə tələbə deyilsən, burada sən gələcəyin mütəxəssisisən. Bu qatar hər gün eyni istiqamətdə gedir. Amma mən artıq bilirəm ki, mənim yolum daha böyük hədəflərə doğru gedir.